Rusiyada miqrasiya siyasətinin növbəti dəfə sərtləşdirilməsi təklif olunur. Belə ki, Rusiyada xarici vətəndaşların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı miqrasiya siyasətinin sərtləşdirilməsi məsələsi müzakirə olunur. Təklifə əsasən xarici vətəndaşlarda təhlükəli xəstəliklər aşkarlandığı halda onların ölkədə qalması ilə bağlı qərar mümkün qədər qısa müddətdə qəbul ediləcək. Bu qərar zərurət yaranarsa həmin şəxslərin dərhal ölkədən çıxarılmasını da nəzərdə tuta bilər. Bildirilir ki, müvafiq qanunvericilik təşəbbüsləri artıq baxılma mərhələsindədir və bəzi kateqoriyadan olan miqrantların ölkədə qalmasının arzu olunmaz hesab edilməsi prosedurunun sürətləndirilməsinə yönəlib. Bununla yanaşı, miqrasiya sahəsində rəqəmsal alətlərin inkişaf etdirilməsinin vacibliyi də vurğulanır. Xüsusilə xarici vətəndaşın rəqəmsal profili sisteminin yaradılmasının tamamlanması planlaşdırılır. Bu sistemin nəzarətin səmərəliliyini artıracağı və məlumatların emalını sadələşdiriləcəyi gözlənilir. Qeyd olunur ki, bu tədbirlərin tətbiqi miqrasiya proseslərinə nəzarəti gücləndirəcək və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.